siz dəyərli izləyicilərə və zaman ayırıb bizi dinləyənlərə. Bu günlərimizi eşitdiyimə görə Güney Azərbaycanın şəhərlərində internet hızı düşmüşdür və dostlar yaxşı hızı ilə, yaxşı sürəti ilə internetə bağlana bilməməkdədirlər. Və dedilər ki, sürət çox aşağıdır, ancaq video qayd olsun, belə sözlər vardı. Hər halda böyünlərimizi istəyirəm ki, Güney Azərbaycan haqqında gündəm qonular, gündəm məsələlər haqqında sizə bilgilər verəm və bu qonuda mən qutulandan sonra bu imkan olacaq ki, siz də arayasınız və bağlanasınız. Dostlar, bildiyiniz kimi Güney Azərbaycan şəhərlərimiz farklı projelərə məruz qalıblar. Belə ki, istəyirlər farklı şəhərlərimizdə, Güney Azərbaycanın farklı şəhərlərində Fars Molla rejimi istəyir bir sıra projelər ilə bizim millətimizi oyuna gətirsin, bizim millətimizi əzsin, qürurunu sındırsın və varlıqlarımızı talan etsin. Amma millətimiz və milli fəallarımız, milli aktivistlərimiz hər zaman oya olduqları üçün bu günə qədər başarmışıq, oradan ki, əlimizdən gəlir. Fars Molla rejiminin projelerini ilk başda qabağın alaq, önləyək və icazə verməyək ki, bunlar bizim millətimizi, Güney Azərbaycanımızı talan etsinlər. Son zamanlarda bildiyiniz kimi Güney Azərbaycanın batı bölgəsində, Urmiyədə, özellikle Urmiyədə Fars Molla rejimi və terörçi gruplar, terör qruplarının işbirliği ilə istəyirlər Güney Azərbaycanın göz bəbəyi Urmiyədə bir sıra oyunlara əl atsılar. Əlbəttə ki, Böyünəcan çoxlu oyunlara əl atıblar, çoxlu oyunlar çıxaldıblar. Maalesef bugün bizim əlimizdə silahlı, siyasi güc olmadığı için İranda hamısına cavab verə bilməmişik. Amma oradan ki, əlimizdən gəlir, eləyə bilmişik bunların hamısının cavabını verək və qarşılarında duraq. Bunu demək istəyirəm ki, yadınıza gəlsə son 4 il öncə, yəni 3 il yarım qabaq, 4 il qabaq İran məclis seçkilərində Güney Azərbaycan Milli Hərəkatı olaraq İranın genəlində seçimləri, intixabatı təhrim elədik. Ambargo, yəni boykot elədik və millətimizdən istədik ki, heç bir yerdə İranın seçimlərinə qatılmasınlar. Ancaq və ancaq batı bölgəsində, Azərbaycanın batı bölgəsində, yəni Urmiyə, Səlmas, Xoy, Sulduz, Bukan, Qoşaçay, Xana, Tikab, Sayınqala, yəni bu şəhərlərdə həttəmən seçimlərdə dəstək versilər və seçimlərə qatılsınlar. Niyə ki, orada sadəcə yalnız İran rejimi deyil, terörist qruplarının da orada etkisi var və Güney Azərbaycan torpaqlarında gözləri vardır. Və aynı zamanda Güney Azərbaycan konusunda İran Fars Molla rejimi terör qruplarına dəstək verməkdir. Niyə? Tüm Batı Azərbaycan, Azərbaycan qərbi stratejik olaraq çox önəmli bir, çox mühim bir yerdir ki, 3 dənə ölkə ilə qonşudur. Yəni Türkiyə, Əraq, Azərbaycanla qonşuluğu vardır və İran bunu çox yaxşı bilir. Və tüm Azərbaycan və Türkiyə türkdülər və Batı Azərbaycan, yəni Azərbaycan qərbi tüm türkdür. İran istəyir ki, Batı Azərbaycanı aradan qaldırmaqla Kürdlərə, yəni terör qruplarına pişkiş eləməklə gətirsin və nə işləsin? Bizim Türkiyə ilə, Azərbaycanla irtibatımızı kəssin və hətta Barizani və onun törəmələrinə dəstək verməklə Türkiyəmizə zərərlər versin, Türkiyəmizin sınırlarını təhlükəli duruma gətirsin. Amma biz Güney Azərbaycan türkləri fərq eləməz.
Azərbaycanın qərbidə Batı Azərbaycanda olaq, Doğu Azərbaycanda olaq, Zəncanda olaq, Ərdəbində olaq, Qəzvində olaq, Həmədanda olaq, Tehranda olaq, bizə fərq eləməz. Ya Qəşqayı Türkmən bizə fərq eləməz. Azərbaycan və Türk dünyasının özəlliklə bu günlərimizi geçici olaraq İrana adlanan bir ölkənin içərisində Türk varlığına toxunanın tam qarşısında duracağıq və cavablarını verəcəyik. Əlbəttə ki, Güney Azərbaycan bu günlərimizi uluslar arasında bir söz sahibidir. Güney Azərbaycan uluslar arasında güclü bir hərəkətə çevrilibdir. Ancaq bu günə qədər bizi məzhəb və saxta tarixlərlə səsimizi qısmaya çalışmışdılar. Amma biz ona bu günlərimizi müsaidə etmirik, bu günlərim ona icazə vermirik, verməyəcəyik də, amma çalışmalarımızda daha çoxaltmamız lazımdır. Daha çoxaltmalıyıq ki, səsimizi daha dünyaya yetirək, səsimizi daha eşitsinlər. Bu günlərimizi bilirsiniz, Türkiyə bizim için qardaşdır, Azərbaycan bizim için qardaşdır, biz də onlar üçün qardaşıq. Bu günlərimizi siyasi, uluslararası dəngələrə görə, müadilələrə görə bəlkə açıq şəkildən bugün kimsənin dalında durmur. Amma təbiətən gələcəkdə tarix göstərib ki, bu işlər olacaqdır. Amma bu günlərimizi biz Türkiyədən, Azərbaycandan, dünyadan qabaq ilk öncə özümüzə dayanmalıyıq. Sırtımızı öz ayaqlarımızın üstündə durmalıyıq. Biz öz ayağımızın üstündə durmasaq, özümüz ayağa qalxmasaq, öz haqlarımızı özümüz tələb eləməsək, istəməsək, heç kimsə bizə yardım etməyəcəkdir. Hətta öz qardaşın da olsa belə düşünün, bir dənə evdə yaşayırsınız, siz oturubsuz evdə, heç bir iş görmürsünüz, qardaşına deyirsiniz ki, mən çörək gətir da, mənə yemək ver da. Sizin qardaşınız sizə deməz ki, niyə sən özün durmusan, niyə cəhd eləmirsən, niyə çalışmırsan, niyə işdarlıqsa getmirsən. Təbiətən insanın öz qardaşı bunu adama deyər. İndi bizim də cəryanımız odur. Biz ayağa qalxmasaq, biz hərəkət eləməsək, biz birləşməsək, bizim milli oyanışımız hızlandırmasaq, heç kimsə bizə xatir özünü xətərə salmaz. Amma əgər görsələr ki, biz ayaqdayıq, biz hərəkət edirik, biz ilərləməkdəyik, Güney Azərbaycanı qurmağa çalışırıq, o zaman çalışacaqlar ki, hamı bizə yardım etsin və bizim yanımızda olsun. Bu günlərimizi barizani PKK terror örgütlərinin yandaşlarını Güney Azərbaycanın batı bölgəsinə, Azərbaycanın qərbi adlanan bölgəyə sevk etməklə istəyir oraları bizim əlimizdən çıxarsın və orada nüfuz dəyişdirsin. Dəyərli dostlar, sizdən bir dənə xahişim var. Bu dəqiqədən şəhərlərinizdə hər yerdə səbt-i əhval, səbt-i əsnad idarələrində tamam ittilatları çıxaldın. Tamam ittilatların printini alın. Tamam ittilatları əldə eləyin. Bunları saxlayın. Bunlar istəyirlər sistem insanları gətirməklə, saxta sənədçiləməklər ilə torpaqları ayrı cür göstərərlər. Siz buna müsaidə etməyəcəksiniz. Biz də buna müsaidə etməyəcəyik. İzin verməyəcəyik ki, belə olsun. Baxın, biz çalışdıq ki, bu işlər olmasın. Son zamanlarda Əli Noruzu adında birisini barizanı göndərib və Azərbaycan qərbdə bir təhmili Kürd vali, yəni ustandar onlara kömək edibdir. Gəldi, gördünüz də, qabaqcaya bəyaniyə verdi, millətdən qorxdular. Niyə? Millət ayağa qalxdı, millət istədi, millət dedi, izin verməyəcəyəm, təzahürata çıxacağam. Millətin gücündən qorxdular. Çünki el gücü sel gücüdür. Hər zaman millətimiz birləşib, millətimiz ayağa qalxıbdır, o zaman qazanıbdır, o zaman uğurlar qazanıbdır, o zaman topraqlarımızı qoruyub, o zaman kimliyimizi qoruyub, o zaman varlıqlarımızı qoyubdur. Xatırlayırsınız, bir öncəki məclis seçimlərində millətimiz əlbir oldu və 3 dənə nəfər Türkiyi Urmiyədən məclisə göndərdik. Maalesef, məsələ, Sulduzda millətimiz bir araya gələnmədilər. Sulduzda millətimiz bir araya gələnmədilər. İçimizə nifaq soxdular və nifaqa soxulanlar da gəldilər, orada kaybetdilər. Amma şəhər bizim əlimizdədir. Yəni, orada nümayəndə. Amma Urmiyədə gördüyünüz iş birlik elədik, söz birlik elədik, fikir birlik elədik və 3 dənə türk nümayəndəni məclisə göndərdik. Biz o 3 türk nümayəndəni ki, məclisə göndərmişik, onlardan heç intizarımız yoxdur. Niyə yoxdur? Heç onlar öz şəxsi mənfəətlərinə,
ağalarının mənfəətlərinə, rejim mənfəətlərinə ki, bizə önəmli olan buydu ki, orada türk getsin məclisə. Və bunu göstərdik ki, əgər güc bizdə olsa, oradan türk deyər. Amma rejim neynədir? Fars molla rejimi neynədir? Deyir, əgər millət oradan türk seçsə də, mən bir kürdü gətirəcəyim burada standart qoyam. Diqqət edədiniz? Yəni biz millət oradan türk göndərdi məclisə. Amma rejim başında Bay Xamini, Ay Ruhani gətirdilər bir dənə Kürdistanlar göndərməklə dedilər ki, biz oranı Kürd göstərəcəyik. Amma biz yenə ayaqda oturmadıq. Biz ayaqda olduq, tartışdıq, çalışdıq, məşvərət elədik, istişarə elədik və torpaqlarımızı qoruduq. Və bir sillə ilə bunları dala getərdik. Amma bu yetməz. Bu yetməz. Biz bunları daha çox genel halətdə çoxaltmalıyıq, birləşməmizi daha çoxaltmalıyıq, çalışmalarımızı daha çoxaltmalıyıq, gecələri yatmadan, gündüzləri durmadan vətən üçün çalışmalıyıq. Vətən bizim üçün anadır, vətən bizim üçün şərəfdir, vətən bizim üçün namusdur. Bu günlərimsi Urmiyədə olan Kürdistanlar, Kürd vali əlindən gələni Urmiyənin əleyhinə eləyir. Bu günlərimsi onun mavini Xanım Bita Əsədi tutulubdur, mavini Hüseyni tutulubdur, qardaşı oğlu tutulubdur, çox adamları tutublar, 11 nəfərə yaxını tutublar, amma səsini çıxartmırlar. Vəzir, rəis, cumhur deyib, həqqiz yox səsini çıxaldasınız. İzin vermirlər səsləri çıxsın. Çün bilirlər ki, bara veriblər. Və Türk milləti bunları bilir. Amma Türk millətinin o qədər şərəfli evlatları var ki, Təbrizdə, Urmiyədə, Tehranda bizə bu xəbərləri getirirlər. Və bizə nəyin nə olduğunu deyirlər. Ayə, Şəhriyari, ağa deməyə də layiq dəyirsən. Amma bizim sayğımız insanlıq olduğu üçündür. Sən çox paralar veribsən, əxlaqi fisadların, mali fisadların, qaçaq eləməklərin, casusluqların, bunlar hamısı rejimə ispat olubdur. Məli üçün da intixabata az qalır, istəmirlər Azərbaycan qərbində iltihab yarana. Amma millət bunları bilməlidir. Mən bunları millətimə deyəcəyəm. Bir canımız var, vətənimizə borçluyuq onu da. Biz bunları deyəcəyik, ifşa edəcəyik. Siz nə işlər görübsünüz? Dəyərli dostlarım, bir öncəki canlı yayınımızda sizə dedim ki, yadınıza gəlir, Novruz bayramı ərəfəsində, mart ayında, fərvərdin ayında Şəhriyarı gəldi Instagram sayfasında bir zat paylaşdı. 30.000 milyar tümən Mərzneşin, Azərbaycan qərbinin sınırda olan kətlərinə, Mərzneşin kətlərinə biz yakıt parası veririk. Həvaliyə suxt pulun veririk. Adınıza gəlir də, özü də İndiyanın üst səhifəsində var, yazdı 30.000 milyard. 30.000 milyard pul paylamış. Nə oldu, nə pul paylamasıdır? Bu pul hardan gəldi? Kimin arasında paylandı? Kim payladı bu pulları? Və o sınırda Türk olan kətlərə niyə verilmədi? Türk olan kətlilərə niyə verilmədi? Niyə fəqət Kürd olan kətlilərə verildi? Niyə istədiniz Güney Azərbaycanın mərzlərini xətərə, təhlükəyə salasınız? Niyə istədiniz Güney Azərbaycan sınırlarından Türkiyəmizi xətərə, təhlükəyə salasınız? Ayrıca o pulların neçəsini özünüz yediniz? O paraların neçəsini özünüz yediniz? Bu günlərimsi Ayə Hüseyni, Xanım Bita Əsədinin iqrarlarına görə 400 milyard tüməndən çox pul çıxaldıbsınız oradan. Oradan pul çıxaldıbsınız, gətiribsiniz Türkiyəyə, oradan da aparıbsınız Ərbilə. Türkiyədə bunların hamısının sənədi var. Ay Şəhriyari, qabaqçı bəynaməyə dedim, Nazluda yerləri kətlilərin əlindən alıb 40 milyarda öz ərazidə necə pay puluş eləyibsiniz? Karmətlərin arasından niyə rüşvə veribsiniz? Hədəfiniz nə idi? İstədiniz nə iş görəsiniz? Ay Şəhriyari, Azərbaycan qərbinin nəxşələri bir bəhanə sərmayə quzari Ərbildə nə eləyir? Batı Azərbaycanın xəritələri yatırım amaclı bahanəsi ilə Kuzey Iraqa, Barzaniyə göndərilib və onlar da İsrailə veriblər. Bugün bunları sənin qardaşı oğlun ittilaatdadır və bunları bir-bir açıqlayır, bunları bir-bir deyir. Niyə millətə bu xiyarət edibsən? Barzani ilə nə bərnamədə varsan? Məyə Azərbaycanın 40 milyon Azərbaycanın başına nə daş düşüb ki, sən Ərbildən mənə sərmayə güzarı gətirsən?
Bu milletin şerefli evlatları var. Ama sen izin vermirsən. Sen ustalar olarak, vali olarak izin vermirsən Türkler gəlsilər orada sərmayə güzar eləsilər, yatırım yatırsınlar. Hey daş atsan qabağına. Öz mavininlə. Xanım Bitə Əsədini sənə kim göndərib mavin? Sən Azərbaycanın qərbi üstündə Aşurilərin nümayəndəsindən nə anlaşman var? Bitkolyan idi, nə idi? Bitkolyanla sənin nə rabitən var? Əziz həmvətənlər, Bitkolyan İrandakı ermənilərin İran məclisində millət vəkilidir. Ay Şəhriyarı ondan dostdur. Ay Şəhriyarı mavinlərin o qoyur. Bitkolyanla Şəhriyarı düz dostdur. Ayrıca Bitkolyanla Fəttahi də dostdur. O Kürt nümayəndə ki var idi, müəssisi əndişə ehsan, səbz ehsan idi, nə idi? Bunların diqqətli olun. Kürt, erməni, fars cəryanları 51 olublar ki, Güney Azərbaycanın batı bölgəsində, Türkiyə və Azərbaycanla sınır olan bölgəsində oyun çıxarttılar və oranı əlimizdən aldılar. Amma alamazsınız, alamazsınız, alamazsınız. Kamanın götürüb gedən ay olcu, amandır, alagöz ceylana dəymə, yaltaqca yalvaran tilkini öldür, qayrətlə bağıran aslana dəymə, vətənim hükülür, ağlayır yaman, köksündə yara var, başında duman, tutardım mərmini, diyərdim dayan, tutardım mərmini, diyərdim dayan, bat göksümə dəl, Azərbaycana dəymə, Azərbaycana dəymə, biz buna izin verməyəcəyik, Azərbaycan mənim elim, Azərbaycan mənim varlığım, Azərbaycan mənim kimliyim, türklüğümdür. Biz bu türklüğümüzə, Azərbaycanımıza əl uzaldanın, silah tutanın, silahın da, qolun da qələm elərik və qırarıq. Və qıracağıq da buna əmin olun. Bugün Abbas Lisanilər, İbrahim Nurilər, Lətif Həsənlər, boş-boşuna və digər millətçilər İran həbsxanalarında boş-boşuna həbs səhmirlər. Onlar şərəflərini, namuslarını qoruyurlar. Və biz də onların yolunda yolsuyuq və devam etdirəcəyik, onların səsi olacağıq. 1360-1980-ci illərdən İraqdan Səddamın kimyasal saldırılar həmlələrinin sayəsində Güney Azərbaycanın Türkiyəmizə sevgilən Kürtlər bugün bizim misafirlərimizdirlər. Bugün bizim misafirlərimizdirlər. Biz insan hakları qorusuyuq. Biz tarix boyu heç kəs öldürmədik. Tarix boyu heç kəsi soyqırma uğratmadıq. Amma həm Kürtlər, həm ermənilər Azərbaycanda xiyanət elədilər. Bizim Azərbaycanın qərbinin şəhərlərində, yollarında çox getsəz, soruşsaz deyərlər. Orada bir gedin atanalarınızdan, böyüklərdən soruşun. Deyərlər, gəldilər burada demokrat bizim başımızı kəsdi. Orada Xocalıda ermənilər təcavüzlər elədilər. Amma biz tarix boyu heç kəsin başını kəsmədik. Heç kəsi soyqırımı uğratmadıq. Amma zaman gəlib çatmışdır. Cana can bədəldir. Bədəlini ödəyəcəksiniz. Hər kəs bir armağandan bir qan atsaz, 1000 qan verəcəksiniz. 1000 qan, cana can alacağıq. Qana qan dökəcəyik. O günü gətirməyin. Əmin olun ki, zamanı gəlib çatmışdır. Biz bu günlərimizi demokratçasına, insan hakları yasalarına dayanaraq, uluslararası yasalara dayanaraq biz ilerleməkdəyik. Kimsə bizim qarşımıza yasa dışı çıxmasın. Kimsə bizim qarşımıza terör adı ilə çıxmasın. Bunlara rəhm eləməyəcəyik. Və eləmirik də. Bugün bəlkə əlimizdə silah yoxdur. Amma silahımız birliyimizdir. Silahımız gənclərimizdir. Silahımız varlığımızdır, millətimizdir. Dəyərli dostlar, dəyərli həmvətənlər, dəyərli vətəndaşlar, dəyərli soydaşlarım, Türkiyədən, Azərbaycandan, dünyanın hər bir yerindən məni izləyənlər və məni dinləyənlər, sizinləyəm. Bugün Azərbaycan qərbi, Batı Azərbaycanın devlətin bizə zor ilə atadığı vali, ustandar, şəhriyari casusluqlarla məşğuldur. Soyqırımlarla məşğuldur, maddi soyqırımlarla məşğuldur, yolsuzluqlarla məşğuldur və
İran Fars Molla rejiminin sinsi nəxşələrini, proqramlarını istəyir Batı Azərbaycanda yetsin. Amma biz buna müsaade etməyəcəyik. Ay Şəhriyari, mənə cavab ver. Mənə cavab ver. Selodakı yerləri kimə satıbsan? Kimə deyibsən izin veriblər? Bir pərvəndələrin üstündən sizə deyirəm, dəyərli dostlar. Pərvəndələrin üstündən bir əlimdə olan dosyalar sizə deyirəm. Siz pombenzin, Bərzənci pombenzinini kimə satıbsınız? Kimə veribsiz? Urmiyədəki kim sizə icazə veribdi o pombenzini mənbə-i dəraməd olaraq Kürt terror qruplarına bir kürdə verəsiz? Sənin idarə-i rəisi, müdiri kull idarə-i Azərbaycan Qərbi Şəfi Bəhramiyanı sən hardan gətiribsən? Niyə gətiribsən? Müdiri kull idarə-i umurdarayı gətiribsən, Ustandarıda da işlətsən Şəfi Bəhramiyan. Bu kimdir? Necə gətirdin onu? Sənin müdiri kull rəvabit umumin İskəndər Xəncəri kimdir ay Şəhriyari? Bunları açıqlayacaq ha, fəqət indi deyirəm ki, adları biləsən. Ay Şəhriyari, İskəndər Xəncəri kimdir? Bunlarla necə yolsuzluq edibsiz? Müdiri kull Hovze-i Ustandarın kimdir ay Şəhriyari? Ey millət, oyanın! Müdiri kull Hovze-i Ustandarın kimdir ay Şəhriyari? Baqiridir. Kürdistandan gətiribsən. Sən deyirsən, bəlkə bunları bilmirik. Bunları millətimizə deməyəcəyik. İfşa eləməyəcəyik. Bir bunları millətimizə açıqlayacaq. Millətimiz oyanacaqdır və gərəkən addımları atacaqdır. Az qalır. Gərəkən addımlar atılacaqdır. Bu xanım ki, indi Urmiyənin ittilatındadır və bazdaşdır və səninlə rabitə-i naməşruya etiraf edib, niyə utanmırsan ay Şəhriyari? Niyə utanmırsan? Utanmadın, xanıvadəndən niyə uzaq qalırsan? Git xanıvadənin yanında. Sən ki özünü saxlayamayacaqsan, niyə gəlirsən xanıvadəndən uzaq qalırsan? Namussuzluq edirsən. Bax, indi o xanım ittilatda etiraf verirsən əleyhivə. Dur get ki, öz ailəvin yanına, zamanın da az qalıb, səni də tutacaqlar. Ay Şəhriyari, 520 ton, baxın bir əziz millət. Dəyərli millət, bu cür bunların hoçigərlərinə baxmayın. Dəyərli millət, millətimiz acdır, ət növbəsində durur, meyvə növbəsində durur, toyuq növbəsində durur, gecənin səhərəcan qüruru sınır, qüruru ayaq altına alınır. Bunları necə qəbul edəcəyik? Bu, İran Fars Molla rejimi istəyir ki, Türk millətinin qürurunu sındırsın, ayaqları altına alsın, ta artıq ayağa qalxa bilməsin, ta artıq millətimiz millətləşmədən uzaqlaşsın, toyuq kimi olsun, qartal kimi olmasın. Qartal kimi olmamızı istəmir. Biz qartal kimi bizim özgür olmamızı, özümüzün ihatə olmamızı istəmirlər. Toyuq kimi başımızı salıb aşağıya, biz sahabimizin peşindən qaçmamızı istəyirlər. Ay Şəhriyari, 520 ton ət Azərbaycanın qərbidə qeyb olub. Hardadır? 520 ton əti neyniyibsiz? Bita Əsədzadə bu 520 ton ətin fəlsəfəsini necə bükübsünüz? Dostlar, müraciə edilən Azərbaycanın qərbidə həm sipahdan bunu istəyin, həm ittilatdan istəyin, həm dadbüstlərdən istəyin. Hamısını siz açıqlayacaqlar. Niyə Batı Azərbaycanın nəxşələrini Barizaniyə göndəribsən? Azərbaycanın qərbinin nəxşələri Barizanda nə iş görür? Bilirsiniz, Şəhriyarın bir dənə bərnaməsi var. İstəyir Azərbaycanın qərbidə tamam modiri kolların, tamam da deməyək, məsələn, önəmli idarələri, Səbtəsnad çox mühümdür da bizə. Petroşiminin, dadqüstlərinin, bunların hamısının rəislərini Kürt istəyir qoyura. Axı Şəhriyari, utan! Batı Azərbaycanda, Güney Azərbaycanın batısında millət 3 millət vəkilini Türk seçibdi. Şura-i Şəhərdə gördünüz da, bir həftə öncə Şura-i Şəhər Urmiyədə, Urmiyənin bələdiyyə məclisində 9 dənə, bağışlayın 10 dənə millət vəkili var, 6'sı Türk'dür.
4'ü Kürddir. 6 dənə yönetim kurulu 6'da Türk seçildi. Kardeş ne istiyorsunuz? Zorla istiyorsa Azerbaycan'ı ihatə tapasınız. Millət oyanın. Bunlar istəyirlər, gətirərlər modeli kolları, böyüklərin hamısını küt qoymaqla Batı Azərbaycanı bizim əlimizdən çıxardarlar. Siz buna izin verməyin millətim. Buna müsaade etməyin. Ayağa qalxın. Haqqınızı istəyin. Biz icazə verməyəcəyik. Bunların ayrı bərnamələri var. Baxın bir Şəhriyari, Ruhani və Fəzli bu 3 nəfər. Tehranda olan ermənilərlə əlbirdilər ki, gətisilər Azərbaycan qərbini bölsülər. Və maalesef bu təəssüfanə bu projəni Xoyun millət vəkili Kəbiri əli ilə aparırlar qabağa. Millət buna müsaade etməyin, icazə verməyin. Biz də deyəcək bunu. İcazə verməyəcək buna qabağa gidə. Ay Kəbiri, Xoyun millətinin %80'i sənin bu projenlə müxalifdirlər. Ay Kəbiri, Qərəz Ziyadin, Ay Kəbiri, Maku, Ay Kəbiri, Səlmasın milləti buna müxaliflə istəmirlər. İzin verməyəcəklər bunlara. Müsaade etməyəcəklər. Baxın bir Səlmasda, Makuda, Xoyun yarısında mənə yavaş-yavaş deyirlər ki, biz təzahüratlara hazırıq. Biz təzahürat edəcəyik və qoymayacaq Kəbirin bu projesi qabağa geçsin. Bir düşünün görün bir, bu Xoy niyə gələ ustan ola? Axı Azərbaycan qərbidən böyük ustanlar var da. İsfahan var, Şiraz var, Yezd var, Xurasan-ı Şumali, Xurasan-ı Rəzəvi özü ilə Azərbaycan qərbidən böyükdür. Siz niyə Azərbaycanı bölməyə qarışmışsınız? Qardaş, Azərbaycan bölünəcək. Biz özümüz istəyirik bölünə. Azərbaycan əslən sizdən ayrılacaq. Bizim hədəfimiz budur. Güney Azərbaycan İrandan ayrılacaq. Güney Azərbaycan İrandan ayrılacaqdır. Amma Azərbaycanın içində bölmələrə müsaade etməyəcəyik. Gərəkirsə Xoyda, gərəkirsə Makuda, gərəkirsə Səlmasda millət ayağa qalxacaqdır. Hətta Sulduzda, Qoşaçayda millət ayağa qalxacaqdır. Sizin bu projelərinizi qabağa getməyə icazə verməyəcəkdir. Məni qarşınızda görəcəksiniz. Mən böyle eylem edirəm. Bu proje qabağa getməyəcəkdir. Buradakı dostlarımın, bizi izləyən dostlarımızın işbirliyi ilə, millətimizin işbirliyi ilə Güney Azərbaycanın heç bir bölgəsinin, heç bir şəhərinin, heç bir ilinin, eyalətinin bölünməsinə müsaade etməyəcəyik. Buna əmin olun. Necə ki, Ərdəbildə icazə vermədik. Necə ki, Azərbaycan qərbidə böyünə qədər izin verməmişik, verməyəcəyik. Necə ki, Doğu Azərbaycanda, Azərbaycan şərqidə izin vermədik, verməyəcəyik. Buna əmin olun. Böyünlərimsi Azərbaycanın hər yerindən gördünüz, Urmiyə cəryanında Tehrandan, Kərəcdən, Qəzvindən, Zəncandan, mən bir su için, Qəzvindən, Zəncandan, Ərdəbildən, hər yerdən, Miyanodan, Alaparamburam, Əhərdən, hər yerdən gəlib Urmiyədə təzahürat yapmaq istəyirlər. Nə fikirdəsiniz? Çok bağışlayın. Biz buna icazə verməyəcəyik. Böyündə Xoy cəryanında ilk öncə Sulduz, Qoşaçay, Maku, Səlmas, Qərəz Ziyadi, Xoyun öz millətə ayağa qalxacaqdır. Artıq Azərbaycan, Güney Azərbaycan türklüyü uyanmışdır və öz haqlarını tələb edir və almaq istəyir. Qaradağın meşələrini yandırdılar. Qaradağın meşələrini yandırdınız. Öz işiniz idi. Amma gətirib 3-4 yazıq kəndini tutmaqla ağabınlar qoyunları otarsın deyə otladılar. Bunları yeməzlər. Millət artıq bu oyunlara gəlməz. Millət bilir ki, siz özünüz otlayıbsınız. Biz buna icazə verməyəcəyik. Buna əmin olun. Bugün Xoy cəryanı da olur. Fəqət dedim ki, biləsiniz. Değerli dostlar, son zamanlarda bir cəryan var. Ben bu konuda size bir açıklama verirəm. Sayın liderimiz Doktor Muhammed Ali Çehliqanlı bəy dönənlərimizi bir Azərfreedom YouTube kanalında açıklama verdiler. Onun videosunu görebilirsiniz ve biz de kesip size paylaşacağız. Ama ben özümde biraz size deyirəm. 1-2 gün sonra Amerika'da bir toplantı olacaq İran adıyla. Ve bunun başta deyirlər İranın müxalifləri, bilmem İranı fars olmayan millətlər filanlar gedəcəkdir.
Güney Azərbaycandan gedənlər var və bunun başında xalq mücahidləri, mücahidin xalq var. Mücahidin xalq Güney Azərbaycan millətinin bir numaralı düşmanlarından birisidir. Niyə? Çünki deyir ki, Güney Azərbaycan yarandığından da artıq Azərbaycanda cavanlar mücahidin xalqa getmirlər. Bizə mücahid, molla, şah fərq eləməz. Hamımız birsiz. Hamımız birsiz. Bizim bir hədəfimiz var. Güney Azərbaycanın bağımsızlığı, Güney Azərbaycanın istiqlalı, Güney Azərbaycanın özgürlüğü və bu yalnız və yalnız bu millətin əli ilə və Güney Azərbaycan milli hərəkatı yoluna olar. Bunun başqa bir yolu yoxdur. Biz Camoh təşkilatı olaraq o toplantıya qatılmayacağıq, şahçılarla, xalq mücahidləri ilə, İrançılarla biz bir araya gəlməmişik, gəlməyəcəyik. Keçdi o zamanlar. Bizim liderimiz Sayın Doktor Mahmud Əli Çehriqanlı bəy 1375-də, 1995-də dedi, gətirin bu İranda millətin haqqını verin, ana dilin verin, öz haqqını özü imzalasın, özü qədərini belirləsin. Amma 20 il öncə idi o. Və siz bunu uyarı qəbul edəmədiniz, millətimizin haqqını vermədiniz. Artıq 20 il o gündən keçibdir. Bugün gənclərimiz artıq Səttarxan, artıq Baqirxan, artıq Şeyx Məhəmməd Xiyabanı olmaq istəmirlər. Artıq hamı Pişəvəri və Çehriqanlı olmaq istəyir. Hamı istəyir ki, Güney Azərbaycan uğrunda savaşsın və Güney Azərbaycan bağımsız olsun. Hamı bu yoldadır. Bu yolda qabağa getmək istəyir. Və biz geçmişdə olan böyüklərimizə saygı göstərərək bugün yalnız və yalnız Güney Azərbaycan bağımsızlıq projelərinin içində biz varıq. Biz İrancı projelerin heç bir içində yoxuq. Heç bir para, pula bugünə qədər satılmadıq. Sıfır bütçə ilə, dəyərli həmvətənlərim, Camoh təşkilatı sıfır bütçə ilə yalnız və yalnız Türk millətinin, Türkiyəmizin gücünə dayanaraq, Türk millətinin gücünə dayanaraq və Türk birliyinə inanaraq qabağa gedib çalışmaqdadır. Biz bu günlərimizi Güney Azərbaycanda və Türkiyədə gecə gündüz demədən və dünyanın hər bir yerində heç bir yerə bağlamadan biz çalışırıq və çalışacağıq. Və bunu qabağa aparacağıq. Buna əmin olun ki, heç bir İrancı ilə bir araya gəlmədik və gəlməyəcəyik. Son zamanlarda bir dənə video yayınlandı. Ağay Dəllali. Azərbaycan şərqinin ustandarı Ağay Dəllali idi. Və ki, şöyle şöhrət eləmişdi, Dəllalpur. Bu, məsələn, sözdə gedir İngilistanda dərs oxuya. Orada göy dərs oxuyanmır. Bir dənə kitabxananı Salman Rushdie bahanası ilə otdur və orada buna adı verilir, doktora sağ, ki, səni ustad elədik İranda. Bu gəlir göy şöhrəti pisdir, Dəllalpurdur. Şöhrətini eləyir Dəllali Məhəmmədpur, belə bir şey. Sonra göy Dəllali yenə pisdir, Dəllaliyin götürür şöhrəti qarı Məhəmmədpur. Amma ay Dəllali, Azərbaycan dəllallıq yeri deyil. Sən Azərbaycan varlıqlarının üstündə dəllallıq eləyə bilməzsən. Üstündə gətirib alış-veriş eləyə bilməzsən. Biz buna icazə vermərik. Bilmirəm, ana dili istəyirik. Qardaş, biz ana dili istəmirik. Kim deyib biz ana dili istəyirik? Baba, ana dilini 25 il öncə Döhdü Çehriqanilər, Zehtabilər, bunlar istəyirdilər. O 25 il qabaq idi. Bugün o günlərdən keçibdir. Bugün artıq 25 il qabaq deyil. Bugün Azərbaycan Türk xalqı, Azərbaycan gəncləri yalnız bir şey istəyirlər. O da Güney Azərbaycanın bağımsızlığı, özgürlüyü və istiqlalıdır. Bu günlərimsi Güney Azərbaycan türkləri artıq ana dili istəmir. Ana dili şüarı vermir. Onu siz bizim içimizə qatmaq istəyirsiniz. İstəyirsə bizim cavanları, bizim gənclərimizi ana dili ilə məşğul eləyəsiniz. Biz öz ana dilimizi başarırıq. Hələ utanmaz. Deyirsən ki, amuzəş-i zəban-ı madəri ha, amuzəş be zəban-ı madəri yox. Utanmaz, sən türksən, özvə dön, özvə qeyd. Biz öz müstəqilli Azərbaycanımızda amuzəş be zəban-ı madəri olacaq. Biz tamam dərslərimizi türkçə oxuyacağıq. Biz öz dilimizi başarırıq, biz öz dilimizi danışırıq. 80 ildir Fars şah rejimi, Fars molla rejimi bizim dilimizin yaşanmasına, oxumasına müsaade etmədi. Amma bu dil o qədər güclüdür ki, gönüldən gönülə yaşadı. Və bu gün belə qabağa gəldi. Siz də əmin olun ki, biz müstəqilli Azərbaycanda öz dilimizdə eğitim alacağıq,
oxuyacağıq və qabağa gedəcəyik. Siz utanmırsınız. Baxın bir, sizə ana dildən deyirəm sizə. Sayın Abbas Bəlistani zindandadır, amma heç suçu yoxdur. Sadəcə mən türkəm. Türk milləti öz haqlarına sahib olmalıdır. Türk milləti öz qədərini belirləməlidir. Türk milləti özgür olmalıdır deyir. Hətta böyünlərimizi məhkəməyə çıxanda Abbasistani öz ana dilimizdə müdafiə edir. Öz ana dilimizə millətimizə məktub yazır. İbrahim Nuri da belə, Siyamək Mirzai da belə, Lətif Həsəni də belə. Bunlar ana dil istəmirlər. Ana dili zamanı keçibdir. Bizim millətin, gənclərin ana dil istəyi yoxdur. Bizim hətta uşaqlarımız, böyünlərimizi Güney Azərbaycanın %80, %80 uşaqları həm ana dili Azərbaycan türkçəsində, həm İstanbul türkçəsində full bilirlər. Niyə Vahid Əllali Məhəmmədqur? Sən bizim ana dilimizin üstündə, vətənimizin üstündə dəllallıq eləmə. Get öz varlığının üstündə dəllallıq elə. Amma sənə buradan deyirəm ki, millətə gəl. Millətlə bərabər ol. Gələcək də var. Sadəcə böyün deyil. Bunun sabahı da var. Biz kimsəni hədələmirik. Kimsəni təhdid eləmirik. Hamını bağrımıza basırıq. Son biz millət ilə qabağa gedirik. Həm Azərbaycanın hərəkatının içində, həm eşiyində biz satılanlarla, para pula çalışanlarla, ev qarşılığında, maaşın qarşılığında, pul qarşılığında çalışanlar deyil. Canıyla, malıyla, vətən yolunda çalışanların ayağının torpağıyıq. Mən biri Camoh təşkilatının tərəfindən deyirəm. Biz o çalışanların, o millətin əskəriyik. Biz əskəriyik və bu milləti qabağa aparacaq. Zəncan, Qəzvin, ayağa qalx. Zəncan, Qəzvin, sən Azərbaycanın gözüsən. Sən Azərbaycanın göz bəbəyisən. Sən Azərbaycanın çırpınan ürəyisən. Tehran da bizimdir. Baxın, bu əslən savaşa gəldi ha. Biz Tehrana can bizimdir. Qardaşlar, sən Tehranda buraxın da, nə istəyirsiniz? Tehranda %60'ı, %70'i Türk'dür. Türk şəhərindən oranı Qacar abad deyildi. Bizim Qacarda olan Türk babalarımız abad deyildi. Bir kəndi böyütmüş o şəhər, həmişə özümüz sahib çıxmışıq. Böyün Faslar da o da qonaqdılar. Orada bizimdir. Tehrandakı Türklər yaşasınlar. Tehrandakı Türklərə canımız fəda. Hamınız hazır olun. Yeri gəldi ayaqda durun. Dəyərli gənclər, dəyərli cavanlar, dəyərli qardaşlarım, dəyərli bacılarım, sizinləyəm. Ayağa qalxın, qurumlar təşkil verin, məhəllələrinizdə, mədrəsələrinizdə, danışqahlarınızda, iş yerinizdə, qohum aqrabalarınızda, xanvadilərinizin içində hamımız birləşin, qurumlar təşkil verin, danışın, hərəkətimizdən danışın, videolarımızı paylaşın, milləti oyandırın, milləti oyandırın, millətimizə deyin ki, ayağa qalxmalısan, öz haqlarını özün istəməlisən. Bunları hamımız, cavanlar, şəbnamələr yazın, duvarları yazın, millətimizə kağızlar, bəyaniyələr verin, qapılara bəyaniyələr atın. Bunlar çox önəmlidir. Gecə millət yatıb, səhər durub divarları oxuya-oxuya gitməlidir. Gecə millət yatıb, səhər qapısının qabağında, marşının üstündə Güney Azərbaycan bağımsızlıq bəyaniyəsini görməlidir. Mənim Elyar Underline Makuyi Telegram kanalımda, Elyar Underline Makuyi və 50 milyon, @50 milyon kanalında mən qoyacağım istoriya, bəyaniyələri ala bilərsiniz. Duvarlar yazılmalıdır, şəbnamələr paylaşılmalıdır, tablolar yazmalıdır, bəyaniyelər paylaşılmalıdır. Hamı Telegramda deyil, hamı Instagramda deyil. Ama yol bildiğimiz bu Instagramdan geçer. Değerli dostlar, sayfamızı paylaşın. Qoyun hamı gelsin bunları dinləsin. Hamı gelsin bu sözləri eşitsin. Paylaşın bunları. Millətimiz oyanıb, bundan da çok oyanacaqdır. Bizim gözümüz Amerika'da, Avrupa'da, orada, burada, İsrail'de değil. Bizim gözümüz öz millətimizdədir. Baxın, bugün İran Ərəbistanı vurur. Ərəbistan Amerikanla işbirlik edir. Amerika Ərəbistanı yavaşladır. İranla müamilə edir. Bunlar öz dərdlərinin peşindədirlər. Bizim dərdimizi dərman edən Amerika, Ərəbistan, İran, o bu deyil. Bizim dərdimizi dərman edən öz millətimizdir. Öz millətimiz ayağa qalxmalıdır. Öz millətimiz öz ayağının üstündə durmalıdır. Təbiətən ki, güclü olandan sonra hamı bizə tərəf gələcək. Hamı bizə istəyəcək ki, sahib dursun. Hamı bizim yanımızda olmaq istəyəcəkdir. Azərbaycanın çoxlu varlıqları var. Azərbaycanın ən önəmli varlığı gəncləridir. Ən önəmli varlığı 40 milyon nüfuzudur. Ən önəmli varlığı kafalarıdır, mərzlərimizdir, transitimizdir, mədənlərimizdir. Hər bir şey desəm bizdə var. Qızıl mədəni, mis mədəni, zoğal mədəni, hər şey var bizdə. Daş mədəni. Dostlar,
Ay bəziləri deyirlər, nəftimiz yoxdur, neyəcək? Qardaş, nəft fəqət Əhvazda var. İndi böyük nəft var, nə olubdur? Nəft var, xoş gündəsən? Qaz var, məyə bizim istiqlal onur məsələsidir. Azərbaycanın istiqlalı şərəf məsələsidir, namus məsələsidir. Hansı millət şərəfini, namusunu nəftə qaza satar? Onurumuzu nəftə qaza satmamışıq, satmayacaq. Məsələn, 30 il bundan qabaq qaz nəft gəlmirdi, biz Xoyda mənfi 28 dərəcə mədrəsəyə gedirdik. Qar 3 metr idi, onurumuz yox idi. Bıraxın, biz öz varlıqlarımıza dayanıraq, Avropa ölkələri kimi, Türkiyəmiz kimi ayaqda duracaq. Bizə örnək olan Türk millətidir. Türk milləti Atatürk başkanlığında, Çanakkale Savaşında, Kurtuluş Savaşında 200 bin, 300 bin şəhid verdi, amma Türkiyəni qorudu. Əziz Qəşqailər, əziz Türkəmənlər, əziz Xələt Türkləri, Güney Azərbaycan bağımsız olsa sizə də sahib çıxacaqdır. Nə o zamanacan ki, Güney Azərbaycan bağımsız olmayıbdır, sizə də heç bir iş görənmirik. Oyanış sadəcə gedir. Amma əgər Güney Azərbaycanın 40 milyonluq bağımsız olursa, necə bir gün Türkiyə bağımsızdır və biz Türkiyəyə güvənirik, siz də yanınızda olacaq. Baxın, Atatürk o zaman desəydi, Təbriz nə olacaq, Kərkük nə olacaq, Musul nə olacaq, Türkiyə quranmazdı. Türkiyəni bir gün qurdular və biz böyünlərimizi Türkiyəyə güvənirik. Biz də Güney Azərbaycanı quracaq, namusumuzu, onurumuzu quracaq. Biz qoruyacaq, biz namus, vətən, toprağımızı petrola, qaza qarşılığında verməyəcəyik. Bizim cavanlarımız var. Böyün Facebook'un dəramədi çoxlu nəfti keşfərədən çoxdur. Twitter'in dəramədi çoxdur. Apple'in dəramədi çoxdur. Böyün NASA'nın, Mərkəzi Həvafəzanın dəramədi nəftdən çoxdur. Millət oyanın, bizim kafalarımızı cihanı sevim saxlayıblar. Bugün ən önəmlisi, Türkiyədə nəft yoxdur, Türkiyə qabağa getmir. Türkiyə azı 100 il İrandan qabaqdır. Türkiyə 100 il İrandan iləri nədir? Türkiyədə demokrasi var, şərəf var, namus var, onur var, para var. Bizdə qardaşlarımız kimin namusumuz var, şərəfimiz var, onurumuz var, yalnız və yalnız bağımsız və müstəqil dəyirik. Onu da əldə edəcəyik və qazanacağıq. Bizim gözümüz başqa devlətlərdə deyil. Biz öz millətimizdə güvənirik və dayanırıq. Və bu işi qabağa aparacağıq. Sizinləyəm. Ey Güney Azərbaycan milli hərəkatında özünüzü milli hərəkat adlandıranlar. Bu milləti sizin alətiz eləməyəcəyik. Bu hərəkəti sizin alətiz eləməyəcəyik. İzin verməyəcəyik bu hərəkətin üzərindən alış-verişlərə geçəsiniz. PKK-ilə, PKK-sıyla, başqa ad aparmadığım qurumlarla, devlətlərlə gedib anlaşıb öz ciblərinizi dolanda bilərsiniz. Amma bizim kimin fədai gənclər bu millətlə bərabər yürüyəcək. Bu millətlə bərabər qabağa gedəcək. Və sizinlə bərabər olacaq. Çox sağ olun mənə dinlədiyiniz üçün. Təşəkkür edirəm. Bilirəm internet bahadır, sürət aşağıdır. Bunu paylaşın, xahiş edirəm. Səhvəmizi paylaşın. İnanın 40 min nəfər çox gözəldir. Və bu 400 min nəfər, 4 milyon nəfər olmalıdır. Sizi Azərbaycanımızın şərəfinə and verirəm. Hərəkətimizi yaygınlandırın. Millətimizin səsi onları yaygınlandırın. Qoyun millətimizin səsi yüksəlsin. Qoyun millətimiz oyansın. Qoyun hamı oyansın. Biz belə qabağa getməliyik. Çalışacaq ki, hər həftə gündəmi sizinlə dəyərləndirək. Hər həftə bir gündəm məsələlə qabağa aparaq. Xahiş edirəm, mənə yazın. Hər kəs öz kəndində, öz şəhərində, öz idarəsində, öz mədrəsində, hər nə bilir bizə yazsın, öz məhəlləsində. Əgər bilirsiniz ki, o deyilməni yazın, biz deyəcəyik. Hamımızın mesajlarınıza cavab verir. Mənim neyri bağışlayın, üzü istəyirəm, biraz boğazım. Ey Sipahda, ey Ərteşdə, ey Niru Həvaidə olan Türk bacı qardaşlarım, sizinləyəm. Sizinləyəm. Bilirəm, siz də böyünlərimizi Azərbaycan dərdi var ürəyinizdə. Bilirəm, böyün maaşlarınızı oradan alırsınız. Bilirəm, onurlu, şərəfli, namuslu insanlarsınız. Bilirəm, gönlünüz Azərbaycanlandır. Artıq bu millətə yardımcı olun. Artıq bu millətin yanında olun. Millətin yanında olduğunuzu hiss etdirin. Gənclərimizi rahat buraxın şəhərlərdə. Özünüzlə dəstək verin. Çoxlularınız irtibatlasınız. Millətimiz sizə mən rahat deyirəm. Çoxlu
nizami dostlarımız bizlə irtibatdadırlar. Bizlə irtibata keçirdilər. Əskər, devrim mühafizlərində olanlar bizlə irtibata keçirdilər və bizlə bərabər olduqlarını bizə deyirlər. İnanın deyirlər. Və biz də onların yanındayıq. Devlətdə olanlar, idarələrdə, fərmandarələrdə, ustandarələrdə, səbt əhvallarda olan millətçilər irtibata keçin. Mənə mesajdan yaza bilərsiniz. Tamam ittilatı verin, ittilatı alın, bizim yanımızda olmamızı deyin bizə. Çox sağ olun bizi dinlədiyiniz üçün. Dostlar, bu canlı yayını paylaşın, tüm dostlarınıza, qruplara göndərin və xahiş edirəm dostlarınızı bizim səhvəmizə dəvət edin. 40 min, 400 min, 4 milyon olmalıyıq. Əgər bunları çoxaldıqca oyanış çoxalacaq və millət ayağa qalxmağa hazır olacaqdır. Urmiyədə millət qazandı, millət qazandı, millət qazandı. Çünki biz bu millətin əskəriyik. Biz bu millətin gücünə dayanaraq bu işləri görürük. Və ta can var bu bədəndə, Camoh təşkilatı, bu hərəkətin fədai insanları sizin yanınızdadır. Biz, Sayın Başkanımız Doktor Mahmud Əli Çehriqanlının əmri ilə sürgündə, təbiddə, məclis və dövlət konusunu iləri götürməkdəyik. Tüm Güney Azərbaycanın fərqli millətçiləri ilə şəhərlərdə danışmaqdayıq. Onlarla danışırıq, onlarla tartışırıq, məşvərət edirik. Biz bu millətin səsi olaq deyə sürgündə, təbiddə məclisi quracağıq. Məclisi qurduqdan sonra məclis sürgündə dövlət qurmağa qərar verəcəkdir. Amma bu millətin səsi olmaq üçün biz Atatürk'ün izindəyik. Atatürk necə addımlar atıbdı, biz də o addımlar atacağıq. Və böyük Türkiyəmiz kimin bir Türk dövləti, Güney Azərbaycan Türk Cumhuriyyətini quracağıq. Dostlar, hər kim istəyir arasınlar, mən açım və danışsınlar. Çox sağ olun məni dinlədiyiniz üçün. Bu arada dostlar danışanda mən sizin mesajlarınıza da